Yox, bu Mehriban Əliyeva deyil. Bu Alyona Əliyevadır. Təsəvvür edin. Peysər İlham Əliyev bu qadından iynə dərmanla, qrimlə bu qadını düzəldib. Ya Rəbbi, bir kişi niyə gəlinini öz arvadını oxşatmağa çalışsın ki, ha? Əstağfurullah. Ağlıma da gic-gic fikirlər gəlir. Əziz izləyicilərim, gəlin bir yerdə bu işin axırına çıxaq. Bəlkə mən səhv görürəm, bəlkə mən pis yozuram. Niyə İlham Əliyev Alyonanın keçmiş dövrlərini unutturmaq, onu First Lady oxşatmaq üçün bu qədər cəmfəşanlıq edir? Mən bəzən düşünürəm ki, Alyona Əliyeva nə poxa keçdiyini hələ indi başa düşür. Bəlkə də ona sual versəydik ki, əvvəlki şad-xürrəm, kefdə damaqda keçən həyatını istəyərdi, yoxsa indi bir impotentin yanında maniken kuklası kimi fırlanmağı? Alyona deyərdi ki, ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Gəlin indi sizə daha aydın başa salım ki, nə demək istəyirəm. Bu dediklərim mənim Alyona haqqında məlum araşdırmalarımdan sonra başladı. Əliyevlər artıq dəqiq qərar verdilər ki, Alyona Əliyevanı cəmiyyətin gözünə təzə ellər anası kimi soxuştursunlar. Alyona Əliyevanın qaşını, gözünü, makiyajını, oturuşunu, duruşunu, pozalarını, qamətini, əyin başını eynisi ilə Mehriban Əliyevaya oxşatmaq üçün xeyli zəhmət çəkdilər. Əlbəttə, bu birinci növbədə Azərbaycan xalqına baha başa gəlir. Bizdən oğurlanan pullar Alyonanın stilistlərinə, yeni imicinə, paltarlarına xərclənir. Bu haqda əvvəlki videomda daha ətraflı danışmışam. Gəlin indi qaydaq Alyonanın yeni tərzinə. Bax məsələn, götürək bu jesti. Yanağa qoyulmuş barmaq və ya əl. Alyona bunu təzə öyrənib. Güya o nəsə düşünür, güya o nəsə qanır, güya o fikrə gedib, nəsə analiz eləyir. Tanış gəldi, gəlmədisə mən sizə xatırladım. Bu da qaynanası Mehriban Əliyevanın eyni jesti. Burada isə oxşar duruş. Görürsünüzmü? Hoppa! Bəli, burada imic kopyalanması baş verir. Yəni imic mühəndisliyi. Gəlin sizinlə birlikdə başqa oxşarlıqlara da baxaq. Bəlkə mən səhv görürəm. Bəlkə bu qız elə həmişə Mehriban Əliyevaya öz qızlarından daha çox oxşayırmış. Bax məsələn, Mehriban Əliyeva əllərini aşağıdan bir-birinin üstünə qoyur. Alyona da eyni hərəkəti etməyə başlayır. Alyonanın yavaş-yavaş təkcə əl hərəkətlərini, jestlərini yox, geyim keçimini də dəyişməyə başlayıblar. O artıq Mehriban Əliyeva ilə eyni tərzdə kostyum və paltarlara, eyni rəng şallarına üstünlük verir. Diqqətlə baxın. Hop və budur. Alyonanın hətta daşıdığı çanta da Mehriban Əliyevankinə oxşayır. Təzə gəlinin saç düzümü də ocağa çəkib. Yəni qaynanasına. Vallah bu lapaq oldu. Ölkə deyil, elə bil maşın bazarıdır. İlham Əliyev vuruğu olan maşını klaskalayıb, remont eləyib, bizə baha qiymətə soxuşturmağa çalışır. Sizə elə gəlmir? Mən bu şəkilə baxanda başa düşə bilmirəm ki, İlham Əliyevin hansı yanında arvadı gedir, hansı yanında gəlini. Bir dəri şeytan deyir, bunların ikisini də birdən al ginar. Fikir verin, Alyonanın qrimi də Mehribanla eynidir. Zərif çəhrayı rəngdə dodaqlar, göz makiyajı, konturing, yəni üz konturlarının formalaşdırılması. Bütün bunların sayəsində Alyona Mehriban Əliyevanın Temudan alınmış versiyası kimi ortalıqda gəzir. Mən axırıncı dəfə belə dəyişikliyi Kurtlar Vadisindəki Polad Əlimdarda görmüşdüm. Poxdan qənfet düzəltmək belə olurmuş deməli. İndi isə əsas sual qalır. Alyona niyə Kitayski Mehribana dönüb? Bax burada artıq İlham Əliyevin əxlaqsızlığı işə düşür. Burada iki ciddi səbəb var və hər ikisi bir-biri ilə əlaqəlidir. Birinci səbəb, yadınızdadırmı? Mirfahişə üzr istəyirəm. Mirşahin Alyonanın keçmişini üzə vuranlara demişdi ki, Alyona bizim milli namusumuzdur, qeyrətimizdir. Əliyevlər illərdir bizi inandırırdı ki, güya ölkənin ən namuslu, ən abırlı qadını Mehribandır. Mehriban müqəddəs Məryəmdir, anaların anasıdır və əgər Alyona Mehribana oxşamağa başlasa, onda insanlar onu da namuslu, abırlı hesab edəcək, ana gözündə görəcək. Alyonanın pozğun keçmişi unudulacaq.
Ona baxanda klublar, qəlyanxanalar, narkotiklər, Sergeylər, İvanlar yada düşməyəcək. Belə şey olar. İkinci səbəb, İlham Əliyev öz xəstə oğlunu vəzifəyə gətirməyə hazırlaşır. O prezident olanda Alyona da avtomatik şəkildə ölkənin birinci xanımı, First Lady'si olacaq. Alyonanı bizə qəfil soxanda incidə bilərdi ya. İndidən tüpürcəkliyə itələyirlər. Onu First Lady'yə indidən oxşadırlar ki, qəribçilik çəkməyək. Üzümüz gözümüz öyrəşsin. Mehman, bu 100% bir psixoloji bir oyundur. Alyona'nın bunlar birinci keçmişini xalqın beynindən unutmaq üçün, çıxartmaq üçün onu birbaşa %100 Mehriban Əliyevaya oxşadırlar və bütün hər yerə, tədbirlərə, hətta Heydər getməyən yerlərə bunu soxurlar ki, gələcəkdə artıq bu balaca Heydər vəzifəyə gələndə xalq bir də bir şey görsün ki, bu artıq balaca Mehribandır. Yəni əxlaqsız Alyona deyil, bu yeni Mehriban anamızdır. Bunun da adı yəqin qoyarlar Adeski Alyona mamamız. Deməli, Mehriban Əliyevə müqəddəs baş kəsəndir, müqəddəs ana deyil. Məmurlar deyərəm ki, Mehriban Əliyevdən daha çox qorxurlar, nəinki İlham Əliyevdən. Çünki bugünkü gündə faktiki ölkəni idarə edən Mehriban Əliyevadır. İlham Əliyev sadəcə qabaqda Mehriban Əliyevin tapşırıqlarını yerinə yetirən bir insandır. Ondan mafiya başçısı kimi hər bir nazir çəkinir, qorxur və bilir ki, Mehriban Əliyeva ilə razılaşmamış heç bir iş həyati boyu üz görə bilməz. Hamımız bilirik ki, balaca Heydər xəstədir. Öz başına ölkəni heç bir zaman idarə edə bilməz. Ona görə onun böyrünə bir özünə oxşayan bir adam gətiribdi oğluna ki, o hətta ölkəni yox, həm də oğlunu idarə etsin. Belə görürəm ki, Alyonanın yağlanıb, kremlənib dibinə kimi bizə yeridilməsinə çox az qalıb. Bunların istəyi belədir. Biz elə qəbul edək ki, Bala Heydər İlhamın varisi olduğu kimi, Alyona da Mehribanın varisidir. Alyonanın başımızın üstündə durmağından, bizə ağalıq eləməyindən daha təbii heç nə yoxdur. Bax, misal üçün, sizə bu fotonu göstərib desələr ki, tanış olun, bu sizin birinci xanımımızdır. Xalq nə düşünər? Deyərlər ki, bu qəhi hardan başımıza çıxdı? Bu qız hansı masaj salonundan durub gəlib, ha? Biri də var ki, bunu sizə təqdim edirlər və deyirlər ki, tanış olun, sizin ikinci ananız Alyona ana. Görün necə uyğunlaşır. Burada ciddi psixoloji oyun getdiyi gün kimi aydındır. Amma mənə bir şey maraqlıdır. Görəsən, Bala Heydər Alyonanın öz anasına oxşamasını daha çox bəyənir, yoxsa İlham təzə gəlinin arvadına oxşamağını? Ha?